Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugünkü videomda sizin üçün çox dadlı, ləzzətli, üzəri xırçıltılı, içərisi yumşaq, qatları tək-tək sayılan səpmə şorğoğalı hazırlayıram. Əvvəlcə mayamızı aktivləşdiririk. Bunun üçün 1 yemək qaşığı mayanın üzərinə 1 çay qaşığı şəkər tozu və ümumilikdə 1 kiloqram unumuz var. 1 kiloqram undan 2 xörək qaşığı götürüb əlavə edirik mayanın üzərinə və yarım stəkan, yəni 100 ml ilıq südü əlavə edirik bura mayalı qarışımın üzərinə. Yaxşı qarışdırıb üzərini örtüb və mayanın aktivləşməsini gözləyirik. Bu xəmir üçün ümumilikdə bizə 300 ml, yəni 1 stəkan yarım ilıq süd lazımdır. Südün yarısını mayanı aktivləşdirmək üçün istifadə edirik. 1 stəkanını da saxlayırıq xəmiri yoğurmaq üçün. Mayanın tez aktivləşməsi üçün mən radiatorun üzərinə yerləşdirirəm. Maya aktivləşməyə yaxın artıq baxırsınız ki, maya qəşəng şişib, qalxıb və bu cür olduqda biz unun üzərinə əlavə edirik 1 yemək qaşığı duz və 1 çay qaşığı sarı kök və qarışdırırıq. Xəmirin çox sarı olmasını istəməsəniz, onda çay qaşığının ucunda və ya yarım çay qaşığı da sarı kökdən istifadə edə bilərsiniz. Quru ərzaqları qarışdırdıqdan sonra ortasında bir oyuq açırıq. Bura əlavə edirik 2 ədəd ağlı sarılı yumurta, 200 qram ev temperaturunda olan xama və 150 qram kərə yağında əridib əlavə edirik. Maya da gördüyünüz kimi artıq aktivləşib. Bu cür olduqda mayanı da qarışdırıb içərisinə əlavə edirik və 1 stəkan süd saxlamışıq. Həmin o 1 stəkan südü də əlavə edirik. Başlayırıq xəmiri yoğurmağa. Qabın kənarlarında maya qaldığı üçün elə mən 1 stəkan südü əlavə etdim qabın içərisinə və qarışdırıb əlavə edirəm. Başlayıram xəmiri yoğurmağa. Xəmir yumşaq və ələ yapışmayan bir xəmir olmalıdır. 1 stəkan südü də əlavə etdikdən sonra əvvəlcə biraz yüngül üzdən qarışdırıram ki, xamadır, mayadır, yumurtadır, bunlar qarışsın. Sonra isə artıq başlayıram xəmiri yoğurmağa. Xəmiri yoğurarkən ola bilər ki, 1-2 xörək qaşığı artıq süddən istifadə oluna bilər. Ümumilikdə yenə də qeyd edirəm 300 ml süd istifadə etdim. Yarım stəkan ilıq halda südü mayanı aktivləşdirmək üçün istifadə edirəm və 1 stəkan ilıq südü də xəmiri yoğurmaq üçün istifadə edirəm. Amma unun növündən asılı olaraq sonda 1-2 yemək qaşığı artıq süd istifadə oluna bilər. Xəmir mayalı xəmir olduğu üçün mütləq çalışın ki, ərzaqlar yumurtadır, xamadır, hamısı ev temperaturunda olsunlar, qətiyyən soyuq halda istifadə etməyin. Və artıq gördüyünüz kimi xəmiri yoğurdum. Xəmirimiz yumşaq, ələ yapışmayan bir xəmir olur. Yağlı bir xəmir olduğu üçün qətiyyən ələ yapışmır. Üzərini örtüb və tez mayalanması üçün qalın bükürəm, mayalanmasını gözləyirəm. Xəmir mayalandıqdan sonra maya qoxusunun gəlməməyi üçün əvvəlcə havasını bir qədər alırıq. Daha sonra isə mən xəmiri əvvəlcə tərəzidə çəkirəm. Yəni kündələrim hamısı eyni bərabərdə olması üçün əvvəlcə xəmiri tərəzidə çəkirəm. Xəmirin kütləsi nə qədər gəlirsə, həmin o kütləni də mən 10 hissəyə bölürəm. Yəni 10-a bölürəm. Nə qədər olursa həmin qramdan da kündələri tuturam. Mən səpmə şorğoğalını 10 kündədən hazırladım və məndə kündələr burada 180 qramdan alındı. Xəmiri hissələrə böldükdən sonra kündələyirik və kündələri də mütləq gözlətmək lazımdır ki, bir 20-25 dəqiqə qalsınlar, kündəsini alsınlar ki, yuxaları yayarkən rahatlıqla yayılsın. Dəyərli izləyicilərim, kim hardan videolarımızı izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən zəhmətə dəyər verib, yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənməyi unutmayın. Bəyənirsinizsə mütləq yaxınlarınızla da paylaşın və bir kəlmə olsa belə şərh yazmadan keçməyin. Siz də bununla kanalımızın böyüməsində mənə çox böyük dəstək olmuş olursunuz. Mənə hər zaman dəstək olan, şərhlərdə xoş sözlər yazan hər kəsə, hər bir izləyicimə buradan ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Kündələrim artıq çox gözəl mayasını aldılar, gördüyünüz kimi bir qədər də yumşalır və yayarkən rahatlıqla yaymaq olur. Bir-bir götürürəm, əvvəlcə 2 kündəni yayıram ki, işimi asanlaşdırım, yəni mənə bu cür çox rahat olur. 2 kündəni yaydıqdan sonra artıq başlayıram bir-bir yuxalara yağlayıb üst-üstə yığmağa. Elə gördüyünüz bu masanın üzərində, yuxa yaydığım taxtanın üzərində qoğalı hazırlayacağam. Yəni kündələri elə bu taxtanın üzərində dartacağam, yağlayacağam. Taxtanın da ölçüsünü qeyd etmək istəyirəm sizə. Dairəsi 60 santimetrdir. Bugünkü bu qoğalı mən 60 santimetr dairədə hazırlayacağam. Taxtanın üzərini əvvəlcə mütləq duru yağla yağlamaq lazımdır. Hər zaman həmişə qeyd edirəm, digər videolarımda da qeyd etmişəm. Kərə yağı ilə yağlasanız, sonda bükərkən
xəmir yapışır, yəni cırıla bilər laylar. Ona görə mütləq çalışın ki, duru yağla yağlayın. Duru yağla yağladıqda rahatlıqla bükmək olur. Amma kərə yağı bərkiyəndə, donanda artıq xəmir yapışır və siz onu bükəndə xəmir cırıla bilər. Ona görə mütləq masanın üzərini, taxtanın üzərini, hansı, yəni nəyin üzərində yuxaları yağlayacaqsınızsa, onun üzərini mütləq əvvəlcə duru yağla yağlayın. Və yuxaları yağlamaq üçün də 500 qram kərə yağını mütləq tortasından, ayranından ayırmaq lazımdır. Yəni bizə lazımdır xalis kərə yağın özü. Yağı əvvəlcə ərdirəm, tortasından, ayranından ayırıram, süzürəm və gördüyünüz kimi artıq ilk kündəni mən yerləşdirdim taxtanın üzərinə, kənarlarını dartdım, yapışdırdım. Yağlayıram fırça vasitəsilə və ikinci kündəni yerləşdirirəm üzərinə. İkinci kündəndə yenə də kənarlarını dartaraq ehmalca yapışdırdıqdan sonra yuxanı yaxşı-yaxşı fırça vasitəsilə yağlayıram və artıq ikinci kündədən sonra içlikdən səpirəm. Mənim keçən il Novruz bayramından hazır içliyim soyuducuda olduğu üçün mən içliyi hazırlamadım. Amma içliyin hazırlanma videosunun linkini rəy bölümündə və açıqlama bölümündə sancacağım, oraya yerləşdirəcəm linki. Həmin linkin üzərinə vuraraq içliyin hazırlanmasına da baxa bilərsiniz. İçliyi hazırladıqdan sonra mütləq çalışın ki, bir tavanın içərisinə əlavə edib bir 5-6 dəqiqə müddətində tavada qovurun. Tavada qovrulan içliyi 2 il belə, 3 il belə saxlasanız, inanın ki, qətiyyən nə xarab olmur, nə də yağ qoxusu gəlmir. Soyuducuda, yəni qapağı bağlı vəziyyətdə, şüşə bankada rahatlıqla nə qədər istəsəniz saxlaya bilərsiniz. Mənim hazır bugün istifadə etdiyim içlik də keçən ilki Novruz bayramından qalıb, hazır qovrulmuş içlik olduğuna görə qətiyyən xarab olmur, qoxusu, dadı dəyişmir və bankanın içərisində qapağını bağlayıb soyuducuda saxlayıram. Gördüyünüz kimi 2 kündədən bir içlik səpirəm. Yenə də üzərinə ikinci kündəni yerləşdirirəm, yağlayıram və içlikdən səpirəm. Bu da artıq qalıb sizin istəyinizə. İstəsəniz 3 yuxadan bir də səpə bilərsiniz. Mən o cür də etmişəm. Bu dəfə 2 kündədən bir səpdim və çox gözəl alındı. Allah ölənlərinizə rəhmət eləsin. Mənim rəhmətlik anam həmişə bu səpmə şorqoğalını bişirəndə o kündələrin hamısına içlik səpirdi. Çox bol-bol səpmir də, az-az səpirdi, amma hamısına səpirdi. Yəni o cür də edə bilərsiniz. 2 kündədən bir də səpə bilərsiniz, 3 kündədən bir də səpə bilərsiniz. Artıq bu tamamilə qalıb sizin istəyinizə. Mən bu dəfə 2 kündədən bir səpdim. Həqiqətən də çox gözəl alındılar və artıq gördüyünüz kimi 9-cu yuxanın üzərinə səpirəm və 10-cu yuxanın üzərinə yerləşdirdim və artıq başlayıram kəsməyə. Çox enli kəsmirəm. 2 barmaq enində lentalar kəsdim. Kənarları özüm belə çox xırda kəsdim. O kənarlar biraz düz olsun deyə. Və gördüyünüz kimi baxın 2 barmaq enində olmaqla lentaları kəsdim və bu reseptlə məndə 60 sm dairədən tam 19 ədəd səpmə şorqoğalı alındı və iri ölçüdə şorqoğallar alındılar. Biraz kiçik ölçüdə etmək istəsəniz, hətta bu demək lentaları ortadakiləri siz 2 yerə də bölə bilərsiniz. Yəni biraz istəsəniz ki, artıq çıxsın və biraz kiçik ölçüdə alınsınlar, uzun lentaları ortadan 2 hissəyə də bölə bilərsiniz. Amma mən bölmədim, elə iri ölçüdə bişirdim və bu reseptlə məndə 19 ədəd səpmə şorqoğalları alındı. Rulonları da bükərkən mütləq biraz özünüzə tərəf belə darta-darta bükmək lazımdır ki, biraz da xəmir incəlsin və gözəl alınsınlar. Burada mən videonu bir qədər tezləşdirmişəm, çox uzun alınmasın deyə. Amma yenə də burada görürsünüz ki, mən biraz lentaları darta-darta bükürəm. Və beləcə hamısını bükdükdən sonra mütləq yenə də gözlətmək lazımdır. Gözlətmək vacibdir ki, yəni kündələr biraz da bu rulonlar biraz da kündəsini alsınlar ki, əlinizlə üzərindən basıb forma verərkən rahatlıqla yaya biləsiniz. Rulonların hamısını bükdükdən sonra üzərlərini salafanla örtürük və 30-35 dəqiqə müddətində mütləq gözlətmək lazımdır ki, forma verərkən rahatlıqla forma vermək olsun. Və burada da görürsünüz ki, mənim hazırladığım bu rulonlar da iri ölçüdə alındılar və bir yarım saatdan çox gözlətdim. Gözlətdikdən sonra bir-bir götürürük. Baxın, kənar hissəni orta hissəyə gətiririk və əlimizlə sıxırıq. Daha sonra isə həmin hissəni alt hissəyə yerləşdiririk. Mütləq forma verməmişdən öncə hər iki üzünə baxın. Hansı üzü biraz nahamardırsa, yəni səliqəsizdirsə, xəmirin kənarından olan o çıxıntını həmin hissəyə gətirirsiniz. Baxın, burada göstərirəm.
Görürsünüz, xəmirin kənarını gətiririk və həmin o nahamar olan hissədən əlimizlə belə biraz yayırıq və həmin hissə qalır alt hissədə, digər hissədə qalır üst hissədə. Və belənçinə hamısına forma veririk və yenə də məsafəli şəkildə listimizə düzüb, listin içərisində də bir yarım saat gözlədirik. Hazırladığınız təamlar, ən çox da bu milli şirniyyatlardır. Bunları mütləq çalışın gözlədə hazırlayın ki, nəticədə gözəl alınsın. Səpmə şor qoğalı digər adi qoğaldakı kimi çox da hündür alınmır. Ona görə buna forma verərkən əlinizlə üzərindən çox basıb yaslatmayın. Çünki ara qatlarında içlik olduğuna görə, yəni qatların demək olar ki, bir çoxuna içlik səpildiyinə görə, ona görə də çox şişmir, çox qalxmır. Ona görə forma verərkən çalışın ki, çox əlinizlə basıb yaslatmayın. Amma listə düzdükdən sonra mütləqdir ki, listin içərisində də bir 30-35 dəqiqə, yəni ən azı yarım saat gözlətməlisiniz. Mən hətta burada bir 40 dəqiqə müddətində gözlətdim. Yəni nə qədər gözlətsəniz o qədər də gözəl alınacaq. Daha sonra isə 2 yumurta sarısına 1 yemək qaşığı duru yağ əlavə edib qarışdırıram, üzərlərinə çəkirəm. Sobanı da öncədən yandırmışam. Mən 160-170 dərəcə arasında konveksiya rejimində sobanın ən alt gözündə hardasa bir 35-40 dəqiqə müddətində şor qoğallarını bişirib götürdüm. Konveksiyasız adi kiçik sobalarda isə 190-200 dərəcə müddətində bişirə bilərsiniz. Və gördüyünüz kimi qoğallar hamısı hazır oldu. Xına kimi qıpqırmızı qızarıblar. Həqiqətən də çox gözəl alınıblar. Üzəri xırçıltılı, içərisi yumuşaq, qatları da hamısı tək-tək bilinir. Səpmə şor qoğalının digər qoğaldan fərqi ondadır ki, bu səpmə şor qoğalı olduğu üçün içlik bütün qatlarda olur və demək olar ki, qoğalın hər tərəfində içlik olur. Yayılır içlik hər tərəfinə və çox ləzzətli alınır. Və gördüyünüz kimi bu da içərisinin gözəlliyi. Görürsünüz necə qat-qat, hamısı qatları tək-tək sayılır. Videonu mütləq yaddaşa verin ki, itirməyəsiniz. Novruz bayramında çərşənbələrdə mütləq hazırlayarsınız. Bilirəm ki, 100% çox bəyənəcəksiniz. Bu arada dəyərli izləyicilərim, göz haqqınızı halal edin. Qoğalın xırçıltılı olmasını sizlərə göstərmək üçün mütləq dadına baxmalıydım. Bugünkü videomuz bu qədər. Videonu bəyənib, yaxınlarınızla paylaşmağı və bir kəlmə olsa belə şərh yazmağı unutmayın. Yeni videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın. Əgər videonu bəyəndinizsə, Kəmalə Kərimli 82 kanalına abunə olun, videonu bəyənib şərh yazmağı unutmayın. Dəstəyiniz Kəmalə xanım üçün motivasiya mənbəyidir. Paylaşılan videoları bəyənib şərh yazanlara öncədən təşəkkür edirik.